Axşamınız xeyir bir daha. Axır vaxtlar aman dələduzlar çoxalıb. Aldanmayın. Bir dənəsini mən ifşa eləmişəm, ortalığa çıxartmışam. Demək dədər, A-klass qəlyanlar var. Təzəsi 140 manat, 150 manat, 160 manat, 170 manat, maksimumu 170 manatdır. Bu qəlyanları alıb işlədib, sonra da bu qəlyanları orijinal işlənmiş adı ilə aldıqları qiymətdən də baha satan maşinniklər var da, belə dələduzlar var. Birini tapazda tapdım. A-klass matbi satır. Qoyub orijinal yazıb ki 250 manata satılır. Tam orijinal matbidir. Tərzisi 400 manatdan bahadır. Elə də yazıb altına. Mən şəkildə baxan kimi bildim ki, yəni A-klassdır, giydirmədir da yəni bu. Yığdım. Öz nömrəmdən yığmadım. Bildim ki, ən azından qəlyan zad çəkəndicə məni tanıyacaq. Dostumun nömrəsi ilə zəng elətdirdim ona. Dostum danışdı, başı çıxmayan adam kimi. Qardaş, orijinaldır 100%, sən narahat olma, gəl götür. Sürdük maşını getdik. Satdıq maşını qıraqda saxladım. Maşından durub çəkirəm prosta sadəcə bunları. Düşüb hələ dedi ki, hə qardaş, orijinal nəminəsə düşdüm maşından, mən yaxınlaşdım. Deyirəm, qaqa, bu orijinal deyil. Bunu cəmaata niyə yalandan soxursan? Deyirəm, neçə almısan bu qəlyanı? Düzündür. 19 yaşı var. Vallah baha almışam. Deyirəm, vallahi and içmə də. Yəni pik nöqtə dükanda bu 170 manatdır təptəzə qutuda. Neçə almısan bunu? 160 manata. Yəni cəmaata hələ bunu 160 manata alıb, hələ işlədib şiltimini çıxardıb cəmaata orijinal adı ilə 220 manata niyə satırsan? 250 manat deyirdi qaqam. Gör hörmət ev 30 manat endirilməyib, 220 manata deyir. Ax, dələduzdular. Prosta sonradan dədəsinin zarını çağırdı, uşaqdır da. Dədəsi çıxdı, sən Allah paylaşmayın, eləməyin. Mən əslində paylaşasıydım bu videonu. Qadanam, qurban olma, ayağınızın altına ölüm paylaşmayın. Nəsə söhbəti bağladıq. Amma ehtiyatlı olun. Orijinal adı ilə bahalı qəlyan alanda başı çıxan bir qəlyançınıza mı, üstünüzə mi? Yəni başı çıxan bir adama göstərin o qəlyanı, aparın, yoxlasın, ondan sonra alın. Pulunuzu çölə tullamayın. Şenlikdən, fırıldaqçıdan çox bu dəqiqə heç nə yoxdur. Yəni doludur. İfşa edirəm, yenə deyirəm, qardaşlarına deyirəm, lazım olsa direktdən mənə də atın şəkilləri. Baxım, şəkildən nə qədər fikir bildirə bilirəm, fikir bildirim, deyim sizə. Amma yenə deyirəm, aldanmayın o maşinliklərə, ehtiyatlı olun. Bahalı qəlyan alanda ehtiyatlı olun, məsləhətsiz almayın.